Avtomobilinizi park etdiyiniz zaman D'dən birbaşa P'yə atıb maşını söndürüb çıxıb gedirsinizsə də, deməli karabkanın ömrünü qısaldırsınız. Düzgün qayda necə olmalıdır? Tutaq ki, D'dədir. Avtomobili park edib çıxıb getmək istəyirik. N'ə atırıq. N'ə. Atdıqdan sonra ruçnoyu, yəni əl tormuzu, bəzilərdə buradadır, bəzilərində buradadır. Əl tormuzunu çəkirik. Maşının ötürmələr qutusu N rejimindədir. Ayaq tormuzunu buraxırıq. Nəyə görə buraxırıq? Əmin olmalıyıq ki, avtomobilin yükü, çəkisi birbaşa karabkaya yox, ötürmələr qutusuna yox, əl tormuzuna, ruçnoya düşüb. Avtomobil artıq öz-özünə hərəkət etmirsə, yəni nə qabağa, nə arxaya getmirsə, deməli ruçnoy, yəni əl tormuzu avtomobilin bütün ağırlığını, bütün yükünü öz üzərinə çəkib. Bu ardıcıllığı eləmədikdə nə olur? Bu ardıcıllığı eləmədikdə avtomobilin bütün yükü karabkanın, yəni ötürmələr qutusunun üzərinə düşür. Onda da karabkanın dişli çarxları, müəyyən detalları yeyilməyə başlayır. Bəzi sürücülər də bunu edir. D'yə atır, avtomobili idarə edir, daha sonra isə avtomobili parking edib çıxıb getmək istəyir. Birbaşa P'yə atır, daha sonra isə ruçnoyu, əl tormuzunu qaldırır, söndürüb çıxıb gedir. Onda da bilmək olmur ki, yükü əl tormuzuna mı yüklədin, yoxsa ki, ötürmələr qutusuna mı yüklədin? Ona görə ardıcıllıq birinci neytrala atırıq, daha sonra isə ruçnoyu, əl tormuzunu qaldırırıq, ayaq tormuzunu buraxırıq, neytral vəziyyətdə ayaq tormuzunu buraxırıq ki, əl tormuzu, yəni ruçnoy o yükü götürdü ya yox. Maşın tərpənmirsə, öz-özünə dala, qabağa getmirsə, yəni öz-özünə hərəkət eləmirsə, deməli əl tormuzu avtomobilin bütün yükünü özündə saxladı. Daha sonra isə P'yə atıb avtomobili söndürüb çıxıb gedə bilərik.